Bəli, Ramazan bayramlarını qeyd edirik. Doğrudan da Allah yaradan hər zaman bizim süfrələrimizi belə bollu bərəkətli eləsin. Amin. Doğrudan da çox gözəl bir ay yaşayırıq, Ramazan ayı. Bu ayda qoy bizim bacı qardaşlarımız gözəl dualar eləyir, oruç tuturuq. Ürəyimizdən, qəlbimizdən süzülüb gələn arzuları dilirik yaradandan. Qoy onun hamısı inşallah ən gözəlləri, ən xeyirliləri həyata geçsin. Hər kəs öz arzuladığı bütün arzuları datsın, doya-doya datsın. Mikael, bax, bu adət-ənənələrdən söhbət düşdü. Bəli, Qarabağ. Hə. De. Mən istəyirəm ki, doğrudan da hər bölgənin bir adət-ənənəsi olduğu kimi bizim bölgənin də Qarabağın da gözəl adət-ənənələri olubdur. Düzdür, mən o anları çox az yaşamışam, yəni 9 yaşına qədər, amma yadımda olandan bir-iki dənəsini istəyirəm deyim. Buyur. Çünki onlar mənim yaddaşıma elə həkk olubdur ki, yəni heç vaxtda silinməyəcək qədər, yəni onlar mənim yaddaşımda artıq həkk olubdur. İnan ki, bax bu Novruz bayramında bizim Ağdam Yusufcanlı kəndində bir qoz bağı var idi. Böyük bir qoz bağı var idi. Bu bayram olanda cavanlar, gənclər, 17, 18, 19 yaşında qızlar, oğlanlar həmin bağda ən elə bir ki, belə deyim də, qoz bağıdır. Çünki orada qoz ağaçları o qədər hamısı böyük-böyüdür. Yəni illər öncə əkilən bir bağ idi. Böyük-böyük yeləncəklər qururdular. Qızlar, oğlanlar yığışırdılar ora, yəni o yeləncəyə. Yəni bütün kənd orada olurdu. Və o xalılar sərinirdi yerə. Doğrudan da, yəni hamı mütləq təzə paltar alırdı. Təzə geyim alırdı və bir dəfə də istəyirəm qoy bir şey də deyim. Niyə mən kövrəlirəm Novruz bayram olanda? Yenə deyirəm, yəni mümkün deyildi ki, hər evdə nə qədər uşaq var, onun hamısı təzə paltar geyinməli idi. Bəlli məsələ idi, bəli. Yəni təzə imkana baxırdı. O vaxtda kəndlərə belə deyim də, maşınla geyimlər gətirdilər. Avtolovka. Bəli. Elə oldu ki, bu gələndə bütün uşaqlar yüyürdü o maşının qabağına. Sən də yüyürdün. Özləri üçün geyim seçsinlər. Və mən gəldim evə anamın yanına ki, mən də təzə geyim istəyirəm. O dedi ki, qızım, bizim pulumuz yoxdur axı. Məndən balaca olan bacıma, qardaşıma aldılar, amma mənə yetmədi. Yəni, mənə ala bilmədilər. Çatmadı, pul çatmadı da. Yəni, o mənim ona görə bu bayramda mən həm kövrəlirəm. Çünki elə anlar yaşamışam ki, inan o qədər ağladım. Belə neçə yaşım olardı? 6-7 yaşım olardı mənim. 7 yaşım heç olmazdı bəlkə də. O qədər ağladım. Dedim, bütün qonşunun uşaqları hamısı təzə paltar giyinəcək. Mən də istəyirəm. Mən də təzə paltar giyinib getmək istəyirəm o qoz bağına da bayram keçirilən yerə. İnan Allaha ki, olmadı da, imkan olmadı, ala bilmədik. Şükür olsun bu günümüzə ki. Çox şükür. Çox şükür. Min şükür, sonsuz şükür olsun ki, bax bugün biz doğrudan da azad, müstəqil, bollu bərəkətli Azərbaycanımızda hər şeyi doya-doya yaşayırıq. Bax, nəyə yaddaş elədim, arzu yaddaş elədim, mən də nəyə yaddaş elədim. İllər öncə təxminə bir olar bir 13 il bundan, 12-13 il bundan öncə Arzunu ilk dəfə mən verilişə dəvət eləyəndə bu Novruz bayramı ərəfəsi idi, bayramlar ərəfəsi idi və orada ikimiz də bərabər arzu etdik. Bax, şükranlıq bugün ona görədir ki, biz 13 il əvvəl arzu etdik ki, arzu dedi ki, Mikael, indi qurban olma Azərbaycanımızın hər tərəfinə ki, bilirlər ki, yəni ata torpağım Qubadlıdır, mən də bilirəm ki, arzuda da Ağdamdır. İkimiz də bir arzu elədik ki, dedim, arzu gün o gün olsun ki, bu bayramı, Novruz bayramı ərəfəsidir, sən ilk dəfə gələndə, bu bayramı Ağdamda, Qubadlıda qeyd eləyək. Bax, indi nə xoşbəxtdir ki, Qubadlıda da, Ağdamda da, Şuşada da, bütöv Qarabağda da, Azərbaycanda da Novruz bayramını qeyd edirik. Bayramımız mübarək. Axır sərşənbəni mən bilirəm ki, axır sərşənbəni Ağdamda keçirdin və sən də orada mənə zəng eləmişdin. Ona görə də var olasan, hər zaman toylu, büsatlı günlərdə görüşürük.